Növbəti mövsüm Misri Premyer Liqasında çıxış etməyi hədəfləyən Baku Sporting çempionatda qalan oyunlarını qazanaraq cari futbol ilini elitaya vəsqə verən yerlərdə bitirmək istəyir. Hazırlıq prosesini Rekord Arenada keçirən kollektiv 23-cü turda Şimalın qonağı olacaq. Qarşıdakı görüşlərin vacibliyini vurğulayan baş məşqçi Rəul Nəcəfov fikirlərini bizimlə bölüşdü. Oyunlar hamısı bir-birindən önəmlidir. Çünki artıq elə bir mərhələyə girmişik ki, hər bir oyun bizim üçün finaldır. 5 oyun, yəni yenə deyirəm, turnir cədvəlinin kimin harda olub olmamağı bizim üçün önəmlidir. Bugün bizə özümüzə önəmlidir ki, hər oyunu qələbə ilə başa vuraq. Və biz inanırıq ki, 5 oyunun 5-ində inşallah qələbə ilə başa vursaq ki, hazırlığımız da bu yöndədir. Biz turnir cədvəlini ən azından ikinci pillədə bitirəcəyik. 35 yaşlı çalışdırıcı play-off mərhələsinə yüksələcəkləri təqdirdə Premyer Liqa təmsilçisi ilə qarşılaşacaqlarından çəkinmədiklərini bildirib. Təbii ki, Premyer Liqa komandaları birinci liqa komandalarına müqayisədə infrastruktur baxımından, maliyyə baxımından, yəni komandalardakı səviyyə baxımından, liqa səviyyəsi baxımından bizdən üstündürlər. Yəni sürət, güc, yəni Premyer Liqa səviyyəsi, birinci liqa səviyyəsi hansı tərəfdən baxsaq, təbii ki, Premyer Liqa komandaları favoritdir. Amma ki, yəni belə deyək, bu bir oyundan ibarətdir. Bir oyundan da ibarət olduğuna görə yəni bir çox hallar var ki, yəni dünya təcrübəsində də var ki, birinci liqa komandaları Premyer Liqa komandalarını keçir. Biz də inanırıq ki, ilk öncə orada oynamağa haqq qazanaq. Orada oynamağa haqq qazanandan sonra da sona qədər mübarizə aparacağıq ki, inşallah orada da rəqibimizi keçib Premyer Liqaya yüksələ bilək. Baku Sportingin Şimalla səfər görüşü aprelin 23-ü saat 16-da Şamaxı Olimpiya İdman kompleksinin stadionunda keçiriləcək.